Və əgər normal və doğal da baxsaq, bu hərəkət 14 yaşındadır, yeni hərəkət. Qardaşlar, bazılar, bunu göndərməliyik mürdərliyə, əskərliyə. O qədər qalmadı. 3-4 ilə bunu biz belə normal və doğal da baxsaydıq, yollamalıydıq. Ona görə hazırlığımız olmalıdır. Ola bilsin ki, əlbəttə, bəziləri deyirlər, bu çöhrəqanlı, bəzi şeylər deyir, amma düz çıxır, bəzi çoxu da düz çıxmır. Məsələn, bu adam deyib ki, Bakıda bir zaman hazır olmalıyıq, hazır olun, 6 ay kiminlə, 1 ilə kimin. Yəni, bu zamana qədər biz Güney Azərbaycan Cumhuriyyətini qururuq. Bunlar o adamlardılar ki, bu töhməti vuranlar, mənə bu yalanı yapışdıranlar. La ilahə deyirlər, illəllah demirlər. Yəni sözün yarısını eşidirlər, yarısını eşitmirlər. Yarısını bilirlər, yarısını bilərəkdən demirlər. Həməşə çöhrəqanlı o sözü bəli deyib, amma dalısında da bu deyib ki, əgər dünyada olan şərtlər, bugünkü şərtlər olursa, bu çox mühümdür. Bəli, bu günləri yuxara şərtlər var. Bilirsiniz, stratejinin dirəkləri var və ayaqları var. Güc, zaman və məkan, bunlar stratejinin dirəkləri və ayaqlarıdır. Əgər birisi bir strateji mətrəh edir, ya bir qonunu stratejisi olaraq bir örgütün və təşkilatın və hərəkətin mətrəh edir, o hangi məkanda? O məkan mühümmüdür. Hangi zamanda? O zaman mühümmüdür. Məkanın və zamanın şərtləri var. Və güc, hansı gücdə, hansı gücə yiyələnərək, malik olaraq, sahab olaraq bunu mətrəh edir. Dünyada cərəyanda olan şərtlər o cür gedirsə, o cür qalırsa, görürsünüz ki, dünyada hər gün şərtlər dəyişir. Və bu günləri ölkələr hər şey verməyə hazırdılar, cüz öz milli mənfəətlərini. Hər yerdən milli mənfəətləri gəlirsə, oradadırlar. Və hər yerdən milli mənfəətlərinə xəsarət dəyilsə, onu vurmağa və dəf eləməyə, o əngəli aşmağa gedirlər, ona hazırdılar. Ona görə dünya fırlanır və bir şəraitdə qalmır, şərtlər də dəyişilir. Şərtlər olsaydı, bəli. Yəni, İraqdan öncə İrana təxacüm olacaqdı. Bunu eləmədilər, hamısı da bugün barmaqların gözlərinə soxulurlar. Hər halda şərtlər dəyişildi və o müddət və sürət ki, nəzərdə alınmışdı, o da dəyişildi. Əziz qardaşlarımız, bir də burada mən istəmirəm, ifrat eləyəm. Amma bu qədər deyim ki, mən Təbrizdə olanda bəzi məhəllələrdə bəzi ittilaat məmurları, İranın əmniyyəti və security məmurları dostlarımız çox incidirdilər. Dostlar bilirlər, mən məhəllə, şəhər at gətirmirəm. Bunların biz bəzilərini tanınmamış dostların tərəqi ilə ki, ayrı kətlərdən və ayrı şəhərdən gətirirdik, çağırırdıq. Məsələn, filan çayın qırağına, filan körpünün yanına. Və orada nədir o ilmət oxuyarlar? Onun bizi ilə, onun vəsiləsinə, bıçağı ilə. Bunlara nəinki öldürək, lazım olan cəza və keyfə bilələrinə verilirdi. Əgər bu qədər üzləniblər, bu alçaq, xain şərəfsizlər ki, adını qoyub İmam-ı Zaman əskəri, adını qoyub müsəlman, adını qoyub İslam döyüşçüsü, İslam qoruqçusu, bu şəhidlərimizə tohin edir, ihanət edir. Şəhidlərimizin ailəsinə tohin və ihanət edir. Bizim məzlum millətin balalarına müzahim olurlar və onları incidirlər. Hər yerləmə Sulduzda, Təbrizdə, hər yerdə bunlara cavab vermək lazımdır. Lazımdır, qiyam ola 10 nəfər, 100 nəfər, 1000 nəfər, 10.000 nəfər cavab verər. Onları bircə hamısını tanımaq lazım. Bunlar bilsinlər. Əgər 1979-da Təbrizdə o millətin qanını içən və qanını tökən polislərə, pasbanları şaqqalayaraq, ikiyə bölərək
Mən gördüm Bahar Xiyabanında Qırmızı Bağın ağzına yaxın polisin pasibanın bədənini şaqqalayıb ikiyə bölmüşdülər. Yarısı bu ağacın üstündeydi Təbrizdə, yarısı o ağacın üstündeydi. Bunlar bilsinlər ki, sabahları Allah intiqam alar, Allahın da intiqamı millətin əliyle var. Bunların dana-dana gözlərini salacaqlar. Bu qədər millətlərinə xor baxmasınlar, millətlərini təhqir eləməsinlər, millətlərinə xiyanət eləməsinlər və eləyirlər bunları tanıyın, kinasayili və imkanlarınız daxilində çəkin bunları şəhər içinə və şəhər eşiyinə və lazım olan cəza və keyfərlərini verin. Bilsinlər ki, bunlar həmişə bu zülmlərinə və cinayətlərinə davam eləyə bilməyəcəklər. Bu qədər. Mən başınızı bundan artıq çox ağrıtmıram. Əzizlər, tikrar deyirəm, mövqeyiyyət, durum çox kritikdir, çox həssasdır. Ayıq olmalıyıq, özənli olmalıyıq, diqqətli olmalıyıq və bütün şəxsi ixtilafları bir kənara bıraxaraq, bir qırağa tullayaraq milli mənfəətlərimizi nəzərdə almalıyıq və milli mənfəət hamınındır. Bütün 35 milyon Güney Azərbaycanlının. Onlar gələcəklər, yəni neşə çaqqalsız olmaz. Bu normaldır. Neşə varsa o çaqqalı da var. Bakınız, Çöreqanlı bir 3 ay, 5 ay, 6 ay sonda heç bir yerdə onun əleyhinə bir hərəkət yoxdur. Bayrağımız bir 2 ay, 6 ay, 8 ay çox önəmli yerlərdə qaldırılmayanda bayrağın əleyhinə bir fəaliyyət və hərəkət yoxdur. Amma bir Çöreqanlı bir danışdı, ya bayraq bir yerdə qaldırıldı. Görürsünüz ki, gene bu əlbəttə bütün intiqad, yəni tənqid və intiqad prinsiplərinə, kurallarına uyub tənqid və intiqad edənlərin hamısının əlindən öpürəm, alnından öpürəm, onları bağrına basıram. Amma nəf ki, rədddir, təhqir, alçatma və bu tip anlamı olan hərəkətlərlə fəaliyyətlər bunlar bəllidir. Bunlar həman o meşənin çaqqallarıdır ki, habbahub eləyəcəklər. Bunlar əhəmiyyət yox. Bunlar olacaqlar. Bugün onlar ki, millət dərdiləri var. Onlar ki, millətçidirlər. Əzizlər, hər şeyi bunlar unudaraq, hər şeyi bir kənara bıraxaraq, qoyaraq, yalnız yurda ulusu fikrində olmalıdırlar və onun hər tərəfdən, hər yön